Bir dəqiqə baxın, bir Azərbaycanlı alimin Nuru Paşaya münasibəti ilə Şah İsmaila münasibətini müqayisə edin. Bu gün Azərbaycanı xilas eləyən, dəxli yoxdur, Türkiyədən gəlib, harada, mənə dəxli yox, mənə maraqlandırmır, mənim haqqını verməliyəm. Bu gün Azərbaycanı, Bakını xilas eləyib, Azərbaycanı müstəqil dövlət yaratmağa şans verən, imkan verən adama münasibətlə, elə fakt deyərəm. Mən elə münasibət istəmədim. Amma Şah İsmaili gedib 15-ci əsrdə Şah İsmaili müdafiə edən zehniyyət bu gün bizə faydalı deyil. Ona görə də mən onun üzərində ona görə israr eləyirəm ki, biz keçmiş tarix üzərində, sən niyə Cəlaləddin Məncübərdini qəhrəmana çevirdin? Şah İsmail Xətai Azərbaycanı quran yoxsa ona zərbə vuranda? Buyurun. Azərbaycanı qurmayıbdır. Azərbaycan Məmməd Əmin Rəsulzadənin dünya görüşü, o dövrün ziyalılarının dünya görüşü ilə müasir, modern Azərbaycan dövləti qurulubdur. Ona qədər olan bizim şərəfli tariximizdir, türk tarixidir və türk tarixi də ayrılmazdır. Onun içində Şah İsmail ayrıca əlahiddə yer tutmur. Onun içində Metedən başlamış, Attiladan başlamış, bu günə qədər bütün istər Özbəklər olsun, istər Azərbaycan ərazisində olsun, istər Osmanlı Anadolu ərazisində olsun, istər İraq ərazisində olsun, hamısı bizimkidir və bu tarixə bütövlükdə sahib çıxmalıyıq. Əlahiddə kimisə götürməyimiz olmaz. Və ikinci də, Şah İsmail Azərbaycanda İslam zehniyyətinə böyük zərbə vurubdur. Bu günləri yaşatdığımız İslamda olan mərasimçilik, sıxıntılar, bütə, pirə, daşa, hamımızı başımızı sürtməyimizin kökündə bu yatır. Bunu biz əgər isnad eləyərək yaşatmağa çalışsaq, biz modern cəmiyyət olmağa gücümüz çatmayacaq. Fazil bəy, ümumiyyətlə bu dini baxışları, bu dini ideologiyanı Səfəvilər dövlətindəki tarixinə tədqiq etməklə biz nəyə nail ola biləcəyik? Daha çox mümkün deyilmi ki, Səfəvilər dövlətinin idarə etmə, siyasi, dövlətçilik baxışlarına yanaşmağımız lazımdır? Əvvəla Şah İsmail birinci növbədə təriqət başçısı olub, təriqət şeyxi olub və şeyx kimi onu qəbul eləyiblər və o da gələn kimi öz təriqətini rəsmi dövlət təriqəti elan eləyibdir. Bu 1501-ci ildə Təbrizə girəndə onu rəsmi elan eləyib. Yəni demək istəyirəm odur ki, Şah İsmailin kökü bundan kənarda aralayaraq ayrıca bir hökmdar kimi tədqiq eləmək doğru olmaz. İkinci, ümumiyyətlə tək İslam nöqteyi nəzərindən demirik. Söhbət Azərbaycan dövlətçiliyindən gedirsə və bir də türk dövlətçiliyindən gedirsə, biz türk dövlətçiliyinə sahib çıxırıq. Və ikinci də, niyə buna yanaşırıq? Biz axı İslam mənsubuyuq. Şah İsmailə də sahib çıxmalıyıq. Amma bunu biz ideallaşdırmamalıyıq. Bu günümüzə bunun bir faydası yoxdur. Şah İsmaildə bir nüansa diqqət eləmək lazımdır. Şah İsmail öz soyunu bütün şeirlərində də Əli soyuna bağlayırdı. Bütün türk hökmdarları öz soyunu gəldiyi tayfanın, gəldiyi boya bağlayırdı. Bütün, yəni demək istəyimiz Şah İsmaildə türkçülük dini baxışlarından, ideoloji baxışlarından sonra gəlirdi. Ona görə də onun bu Turan yaradıram, yaxud da böyük bir Azərbaycan qurmaq istəyirəm düşüncəsi bizim gözləntimizdir. Biz bunu arzularımızı sadəcə Şah İsmail obrazında tapıb dilə gətiririk. Amma faktda, reallıqda bunu göstərən ciddi bir sübutlar yoxdur. Bizim tariximiz ümumi türk tarixidir. Bu tarixin ortasında Şah İsmailin başladığı hərəkat bizi türk dünyasından, söhbət coğrafiyadan getmir, söhbət düşüncədən gedir. Məsələn, biz deyək ki, Şah İsmail gəlməyənə qədər bu bölgədə türk dili yox idi. Səlcuqların gəlişindən sonra burada türklər, Elxanilər, Bayandırlar, burada türk dili artıq hakim bir dil idi. Və Şah İsmailin də deyək ki, öz ideologiyasını, öz təriqətini hər hansı bir şəkildə dövlət dini elan eləməsi, İslamı yox ha, təriqəti, imami təriqətini dövlət dini elan eləməsi hansı işlərin bahasına oldu? Orada olan türk nüfuzunun böyük əksəriyyətinin məhv edilməsi bahasına oldu. Allaha nəyisə şərik qoşdunsa, demək küfürdür. Allaha nəyisə... Bir dəqiqə. Yox, divanından mən deyirəm. Siz bir dəqiqə, mən Oktay Əfəndiyevin, Azərbaycan... Oktay Əfəndiyevin yeni məlumatları özü də deyir. Mənə o özü verir. Oktay Əfəndiyevin Qızılbaşların tərifi ilə bağlı fikirlərini mənə onu verdi ki, bu işi sən işlə. Bax, burada deyirəm. Mənim işim budur. Qızılbaşlının Azərbaycan dövlətçiləri rolu. Oktay müəllim deyir ki, mən səhv yazmışam. Bir dəqiqə suala mən də. Oktay Əfəndiyevin Qızılbaşlarla bağlı təhrif olunmamış, qərəzli olmayan... Siz niyə
açıqlaması var ki, Niyə Türkiyədən çıxan ədəbiyyatları misal çəkmirsiniz? Niyə Nihat Çətinqayını misal çəkmirsiniz? Mən onu çəkərəm. Sadəcə söhbət ondan gedir ki, mən sizin tanıdığınız, bildiyiniz, güvəndiyiniz, ya güvənmədiyiniz, Azərbaycanda çap olunan, Güncə Gəncapdan da misal gətirməm, Azərbaycanda çap olunan Oqtay Əfəndiyevin o sahədə ən çox araşdırması olan adamlardan deyir ki, qızılbaşların xarakteriz eləyir. 1, 2, 3, 4, 5. Deyir ki, Əli Allahın xəlifəsidir. Peyğəmbərlik, Məhəmməd Peyğəmbər, mən Peyğəmbərə ancaq Məhəmmədə Peyğəmbərlik verilibdir, amma xəlifəlik Əliyə verilibdir. Və Əlinin də Allah obrazında Allah bütün nurunu ona köçürübdür. Və bu gün də Əlinin təmsilçisi mənəm. Və onun obrazında cəmiyyət, o necə pirə tapınan bir cəmiyyət, daşa tapınan bir cəmiyyət, artıq bir adama tapınmağa başladı. Hürufilik də bu sistemdir. Bunlar hamısı Azərbaycan tarixi, Şah İsmailin roluna qarışmır. Mən onun gətirdiyi düşüncənin bugün Azərbaycanın mənəvi dəyəri olan İslamla bağdaşmadığını, üst-üstə düşmədiyini, sadəcə sən təriflə... Bir dəqiqə, İslam deyil, İslam bir də Quran İslamı ilə. Bu birbaşa Qurana isnad eləməyən bir İslamdır. Cəfr elminə isnad eləyən bir İslamdır. Yəni ki, Allah Taala Quranda yazılanlar bir tərəfdədir. Bunu ayrıca vəhy formasında, vəhy ancaq Peyğəmbərə verilə bilər. Vəhy formasında köçürüb İsmailə və tarixi mənbələr hamısı göstərir ki, savaşdan qabaq Şah İsmailin əsas yanında olan aparıcı insanlar deyirdilər ki, döyüşdən qabaq ona vəhy gələcək, o bildirəcək ki, biz bu döyüşü necə keçirəcəyik, necə qalib. Bunlar faktlardır. Mən bunu... Yuxu yozumu var. Yox, bir yuxu yozumu, indi yuxunu gəlin mən deyirəm. Bu günə mən deyirəm, bu yuxu yozumu olan bir tarixi mi gətirək? Ya mənəvi dəyər kimi qəbul elədiyimiz İslamı. Və bu gün sən nə gözləyirsən? Mənim yanaşmam İslam prizmasındandır. Mənim yanaşmam Türk prizmasından. Məsələn, mən deyirəm ki, siz niyə eyni qaydada Səlcuqlara eyni təəssübkeşliklə sahib çıxmırsınız? Amma deyək ki, Səfəviyə sahib çıxırsınız. Deyirlər, Şah İsmail böyük bir dövlət qurdu. Bu dövlət yox idi mi? Ağqoyunlu dövləti yox idi mi? Yox, belə deyil. Ağqoyunlu Muradın, bu sərhəd nə edirsən? Sən sərhədi bərpa eləyə bilirsənmi? Şirvan Ağqoyunlara daxil edirəm. Digər tərəf, Türk dünyasını birləşdirdi. Məsələn, orayla Türk dünyası deyildimi? Özbəklər Türk deyildimi? Anadolu Türk deyildimi? Bunun nəyini birləşdirdi? Əksinə, bunları Azərbaycan coğrafiyası, bu Azərbaycan dili, Azərbaycan coğrafiyası, bu anlayışlar 18-ci ildə Məmməd Əmin Rəsulzadəgil kəşf elədilər ki, bu ərazidə biz bir dövlət quraq. Şimalında Azərbaycanın bir dövlət Azərbaycan yox idi, dövlət adı. Azərbaycan adında coğrafiya var. Azərbaycan adında heç bir dövlət yoxdur. Dövlət yox, coğrafiya var idi. Əlbəttə, coğrafiya sərhədləri hardan başlayır? Yox, coğrafiya demək, sərhədlər yüzlərlə ta Həmədandan başlayan dövr olub, Şimali Qafqaz Sıra dağlarına qədər uzanan dövr olub. Azərbaycanın müxtəlif illərdə müxtəlif coğrafiya bu adla adlanıb. Amma söhbət ondan gedir ki, burada bizim bugünkü təfəkkürə uyğun olaraq, bizim anlayışa uyğun olaraq söykənəcəyimiz dövlət sistemi yoxdur. Biz o boyda dövlətləri, türk dövlətlərini qoyaraq, hamısının varisliyindən imtina eləyərək, özümüzü gətirib bir coğrafiyanın içində formalaşan bir dövlətin ideallarını daşıyan bir cəmiyyət kimi göstərməyimiz yanlışdır. İslam dünyasından da bu ayırdı bizi. Allahla qul arasında vasitəsiz olan bir İslamdan, təmiz bir İslamdan, Ömərə, Əbu Bəkirə, o birinə, bu birinə lənət oxumaqla vaxtını keçidən bir İslama gətirdi. Bu da hətta Peyğəmbərin xanımına lənət oxuyan İslama gətirdi. Halbuki sünni sistemində Həzrət Əli olan sevgi heç mən İran sistemində yoxdur. Və demək, orada bir sayğısızlıq yoxdur. Çünki Quranda verir ki, kimə lənət oxuya bilərsən. Amma burada hamıya lənət oxumaq, kim ki qarşındadırsa, kim ki sənin dünya görüşündə deyilsə, bu tamamilə bizi İslamın təməl prinsiplərindən uzaqlaşdırır. Nazir bəy, belə bir hissə var. Türkistan və Anadolu arasında müsəlman türklərinin get-gəlləri üçün heç bir maneə yox idi. Səfəvilər isə sonradan buna əngəl törətdilər və 600 illik doğal türk birliyi ortadan qaldırıldı. Bu fikrə münasibətiniz necə? Tamamilə doğrudur. Bunu məqsəd yönlü edilmədi, bunu söyləmək doğru olmaz. Yəni, hakimiyyət uğrunda mübarizədə ya onu öldürməlidirlər, Şah İsmailin qardaşını öldürürlər, onların ordeninin üzvlərini öldürürlər, Sufi ordeninin. Bunlar həyatda qalmaq uğrunda mübarizə gedir. Və bu mübarizədə hakimiyyət qurandan sonra biz tarixi kənarda niyə tartışırıq? Bu tarixdə böyük şəxsiyyətlərin rolu odur ki, yəni o məcəlləni yaratdı mı,
o hüquq sistemini qoydumu, qalıcı bir şey qoydumu? Onun qoyduğu bu deyək sistem bu gün yaşamağımıza, bu günləri birliyimizə mane olan sistem. Ben sizə bir sual verirəm. Bu günləri niyə biz rahatlıqla deyirik ki, Türkiyə ilə konfederasiya yaradaq. Türkiyə dar vaxtımızda ermənilər Azərbaycanı işğal altında olanda, Bakını işğal eləyəndə Türk əskəri gəlir köməyə. Təbrizə Türk əskəri gedir, birinci Ənvər Paşa göndərir. Niyə Türkiyə? Axı biz ayrı-ayrı sistemləri, ayrı-ayrı məzhəbləri, ayrı-ayrı dünya görüşdəyik. Niyə İranı istəmirik? Niyə İranı çağırmırıq? Niyə güvənmirik? Söhbət ondan gedir ki, biz faydalı olanı Azərbaycan cəmiyyəti, müasir Azərbaycan faydalı olanı seçir. Tarixə də məncə kim yazıb, adı kimdir, nədir, avtoritetdir, bu cür baxma. O qədər titullar var ki, mənasız adamlar, professorlar, akademiklər, doktorlar yazdıqları əsərlərin, bilirsiniz, o makulatura çox kifayət qədər arxivdə araşdırıb bir-birini təkrar edən yazılar var. Tarixə də bir qəhrəman obrazı yaradaraq, özünü aldadaraq baxmağın ənənəsini qurtarmalısan. Niyə? Mən sizə deyim, tarixdə oyalanaraq bir millət gələcəyini qura bilmir. Və bu günləri qəhrəman axtarırsansa, sənin qəhrəmanın Məhəmməd Əmin Rəsulzadədir. Sənin qəhrəmanın yaxın tarixdə gördüyün adamları qəhrəman kimi başın üzərinə qaldırmırsan. Nuru Paşadır, qaldırmırsan bunu başın üzərinə. Çünki Bakını gəlib ermənidən işğal alır. Nə faktı deyirsən, Azərbaycan qadını gəlib erməninin əsarətindən qurtarıb Bakıda. Nə fakt deyə bilərsən? Heç bir fakt deyəməzsən. Yox, niyə deyənməzsən? Bir dəqiqə, üzr istəyirəm, niyə deyənməzsən? Çünki sən özün eləyə bilmədiyin missiyanı gəlib fədakarlıq eləyib Bakını ermənidən alıb Azərbaycana verib dövlət qurun. Bunu kim eləyə bilərdi?